Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bu gün nəhayət ki məndən çoxdandır istədiyiniz bir smartfonun tam tərəfsiz, detallı, bütün müsbət və mənfi tərəflərini özündə birləşdirən icmalını paylaşıram. Söhbət hər dəfə YouTube icmallarının rəy bölməsində yazdığınız Poco X7 Pro modelindən gedir. Satış qiymətinə baxsaq, kontakt.az-da nağdalış zamanı 8 GB-lıq RAM və 256 GB-lıq daxili yaddaş seçimində 800 manat olduğunu görərik. Əslində sahib olduğu özəlliklərə görə deyim ki, bu performansına görə çox iddialı və sərfəli qiymətdir. Hətta ana şirkəti Xiaomi'nin bu il təqdim etdiyi Redmi Note 14 seriyasından gözlədiklərimizi onlardan daha ucuz qiymətə təqdim eləyir desəm, məncə yalan olmaz. Odur ki, girişi çox uzatmadan dizaynla mövzumuza başlayaq. Smartfonun görünüşü tamamilə dəyişib və yenilənib. Düz arxa, düz ekran paneli, minimal kamera bloku, ləğv olunan lazımsız makrofokus kamerası ilkin baxışdan çox əmin şəkildə deyir ki, mən özümü iPhone 16-ya bənzətmişəm. Xüsusən də kamera blokunun bu formada hazırlanması dəqiq deməyə imkan verir ki, Poco'nun dizaynerləri az da olsa iPhone 16-dan ilhamlanıblar. Bu pis bir şeydirmi? Məncə yox. Əksinə cihaz səlqəli, əldə tutuşu rahat bir smartfon halına gəlibdir. Gövdəsi isə plastikdəndir. Kənar çərçivələri nəzərdə tuturam. Önündə Gorilla Glass 7i şüşəsi var ki, qiymət və segmentinə görə olması lazım olandır. Mən xüsusilə flaqman rəngini seçmişəm. Bu rəngin arxası süni dəridən hazırlanıbdır. Həm rəng kombinasiyası, həm əldən sürüşməməsi, həm də premium görüntüsü məni qane eləyir. Ən azından digər rənglər kimi arxası plastik materialdan deyil. Ona görə də məsləhətim elə bu rəngidir. Amma bu dərinin gec və yaxud da ki tez aşınacağı ilə bağlı fikir sahibi deyiləm. Yenə də diqqətli olmaq lazımdır. Gövdəni ilk dəfə Poco IP68 sertifikatı ilə tam qoruyubdur. Bu o deməkdir ki, X7 Pro ilk belə Poco smartfonudur ki, tam sudan və tozdan qoruma ilə gəlir. Hətta Hindistan bazarına IP69 da veriblər. 8.3 mm qalınlığı ilə deməzsən ki, bu əjdahanın daxilində 6000 mAh-lıq batareya var. Niyə deməzsən? Çünki silikon karbon batareyadır. Gövdədə qalınlıq qətiyyən yaratmır. Ümumi olaraq yeni dizayn məncə möhtəşəmdir. 5G, infrared, NFC, Dolby Atmos-la dəstəklənən stereo səs, 2 sim yuvası bu gövdəni tamamlayır. Tək təəssüfləndirici məqam esim dəstəyinə sahib olmamasıdır. Yekun fikrim belədir ki, dizaynı bu iki Redmi Note 14 seriyasının görüntüsündən qat-qat yaxşıdır. Ekran tərəfində göstəriciləri Sələfi X6 Pro-nu təkrarlayır. Əsas yaxşılaşdırma isə parlaqlığındadır. 120 Hz tezliyində çalışan Dolby Vision və HDR10 Plus dəstəkli 6.67 düymlük flaqmanlara yaraşan AMOLED panel var. Bu ekran 480 toxunuş tezliyi, hansı ki oyunlarda sürətli reaksiya üçün lazımdır. 1920 Hz-lik PWM dimming dəyəri 3200 nits maksimum parlaqlığı ilə bizə deyir ki, mənim haqqımda nəsə mənfi fikir səsləndirmə. Ekran gövdə nisbəti də pis deyil, yəni gözə batan qalın çərçivələri yoxdur. Gorilla Glass 7 ilə qorunur və sulu yağlı barmaqla toxunuşlarda effektiv çalışır bu ekran. Aşağıda olan optik barmaq izi oxuyan isə sürətli və rahatdır. Uzun sözün qısası deyiləcək mənfi bir məqam yoxdur. Əksinə, dizaynı kimi ekranı da bu qiymət segmentində ideala yaxındır. Batareyasına gəldikdə bizim region üçün nəzərdə tutulan Poco X7 Pro 6000 mAh-lıq silikon karbon texnologiyalı batareyaya sahibdir. Bu batareya 90 Watt-lıq naqilli formada sürətli enerji təminatını həyata keçirir və uyğun wattlı adapter başlığı Avropa üçün nəzərdə tutulan modeldən fərqli olaraq bizim bazarda qutusunda var. Əlavə olaraq da qutuya USB Type-C və qara case də yerləşdiriblər. Bu mənada dolu bir qablaşdırma ilə gəlir. Lakin batareyası 6000 mAh-lıq nəhəng həcmə sahib olmasına baxmayaraq, enerji effektivliyi və istifadəsi baxımından 5000 mAh-lıq göstəricili cihazlardan o qədər də fərqlənmir. Doğrudur, rəsmi mənbələr deyir ki, bu cihazla 20 saatdan çox video izləmək mümkündür, amma testlərimiz zamanı məlum olur ki, Galaxy A55 belə X7 Pro-dan daha yaxşı batareya performansı ortaya qoyur. Bu da silikon karbon texnologiyasına görədir. Hələ ki, bu element polimer qədər yaxşı enerji saxlamır. 0-dan 100-ə enerji qaldırma müddəti də 44 dəqiqədir. Yekun olaraq batareya göstəricisi ideal olsa da, enerji effektivliyi və istifadəsi 6000 mAh-ə yaraşacaq səviyyədə deyil, hardasa 5000 mAh-lıq tutma sahib olan smartfonların performansını verir. Texniki hissə ilə davam eləyək, çünki elə icmalın ən ürək açan tərəfi buradadır. Poco X7 Pro 4 nanometrlik arxitektura üzərində inşa olunan MediaTek Dimensity 8400 prosesoru ilə satışa çıxır. MediaTek deyib keçmin, bu həqiqətən yaxşı prosesordur və Poco sırf daxilində olan bu CPU ilə Pro Plus daxil bütün Redmi Note 14 seriyasını, Xiaomi 14T, Motorola Edge 50, Galaxy A55 kimi smartfonları qabaqlayır və Geekbench nəticələrində Xiaomi 14T Pro-ya yaxın nəticələr ortaya qoyur. Amma nəzərə alın ki, bunun qiyməti 800 manatdır. DDR5X tipli 8 GB-lıq fiziki RAM UFS 4.0 ilə dəstəklənən 256 GB-lıq daxili yaddaş bir daha sübut eləyir ki, 2025-ci ilin orta giriş segmentində yaxşı satış nəticələri əldə edəcək smartfonlardan
smartfonlardan biri də məhz Poco X7 Pro olacaq. Mühəndisləri oyun performansını da optimallaşdırmaq üçün soyutma sistemində lazım olan buxar kamerasını tamamilə dəyişib genişləndiriblər. Bu setlə PUBG-ni 120 FPS-də, Genshin Impact kimi ağır oyunu 60 kadr saniyə sürətdə donma tutulma yaşamadan oynamaq olar. Amma bəzi forumlarda oxudum ki, uzun müddət 120 FPS-də oyun oynayandan sonra donma tutulmalar və qızma yaşanır. Hətta spesifik oyunlarda bu tez-tez təkrarlana bilər. Səbəbi isə optimizasiya ilə bağlıdır. Bəlkə də 1-2 yenilənmə ilə bu xətanı aradan qaldırarlar. Qızma limiti də maksimum 2-3 saat dayanmadan oyun oynayanda 40 dərəcələri görməsidir. Ümumi mənada düşünürəm ki, Poco yenə performans canavarı bir smartfonu bazara təqdim edibdir. Özəlliklə də belə bir qiymətlə təqdim eləməklə kasıbın dostu mövqeyindən çıxış edir. Performansından razı qaldınmı? Ekran, dizayn və batareyada olduğu kimi bəli. Bu CPU təkcə performans və oyun yox, süni intellekt tərəfində də uğurludur. Ən azından mənə görə bu ilin uğursuz Redmi seriyasından fərqli olaraq qutusundan Android 14 yox, 15 və HyperOS 2 interfeysi ilə çıxır. 3 il əməliyyat sistemi və 4 ildə təhlükəsizlik yenilənmə siyasəti var. Samsungdan geridə qalsa da istənilən halda Poco üçün məqbul saymaq olar. Performansına və qiymətinə bağışlayaq bu hissəsini. Süni intellektlərinə gəlincə isə Gemini artıq öz yerini bu smartfonda da alıb. Düzdür, Google'un Circle to Search dəstəyi hələ aktiv olmasa da sonradan yenilənmə ilə gələcəyi sözü veriblər. Fotoları genişləndirmək, fotolarda olan istənilməyən obyekt və subyektləri silmək, Notes tətbiqində Azərbaycan dilini dəstəkləyən tərcümə, xülasə, yenidən tərtib etmə özəllikləri, yenə bizim dili dəstəkləyən canlı tərcümə funksiyası kimi imkanlar Poco X7 Pro-nun daxilində HyperOS-də olan süni intellekt təlləridir. Və sonda kameralar. Poco istifadə edənlər yaxşı bilir ki, bu cihazlar performans ağırlıqlı olur və kameraya o qədər də önəm vermirlər. Poco X7 Pro-da digər sələflərindən daha yaxşı kamera parametrlərinə sahib olsa da segmentində Honor və Samsung kimi brendlərin smartfonlarından geridə qalır. Ümumilikdə yanaşma belədir ki, Poco həmişə kameradan kəsib performansa daha çox üstünlük verir. Lakin bütün bunlara baxmayaraq Poco X7 Pro-nun kamera tərəfində üstün və mənfi tərəfləri var. Üstün detallarından birincisi odur ki, çox ağıllı qərar qəbul edib makrofokus kamerasını yığışdırıblar. Həm lazımsız əlavə bir lensdən, həm də böyük bir blokdan canımız qurtulub. iPhone 16-ya bənzər bir quruluşa sahib olan bu blokda elə iPhone 16-dakı kimi bir ədəd əsas, bir ədəd də ultra geniş bucaqlı lens var. Amma göstəriciləri iPhone-a yaxın belə düşə bilmir. Əslində əsas kamera pis deyil. Sony matrisası istifadə edən 50 megapiksellik f1.5 diafragmalı 26 mm-lik focal lens görüntüsünü verən ana struktur. Lakin matrisanın ölçüsü o qədər də geniş deyil. Çəkilən fotoları ekranda sizə təqdim eləyirəm. Segmentinə görə normaldır, amma təbii ki, ən yaxşısı deyil. 2 qat rəqəmsal yaxşılaşdırma da uğurlu çalışır. Daha bir təəccübləndirən və yaxşı məqam bu kameranın OIS dəstəyi və 4K 60 FPS-lik video qeyd imkanına sahib olmasıdır. Poco'da 4K 60 FPS-i görmək həqiqətən təəccüblü gəlir, amma bu dəfə veriblər və mən bunu təqdirə layiq hesab edirəm. Lakin bu video göstəricisi ultra geniş bucaqlı kamera üçün keçərli deyil. Çünki ikinci kameranın megapikseli 8 megapiksel kimi aşağı göstəriciyə sahibdir. Yəni hardasa giriş segmenti səviyyəsində bir kamera qoyublar. Açığı 800 manata satılan bir smartfon üçün uğursuzdur və bu qiymət segmentində 50 megapiksellik ultra geniş bucaqlı və telefoto kamerası verən cihazlar da tapmaq olar. Amma onların da performansı bunun qədər olmayacaq. Uzun sözün qısası, əgər kamera üçün Poco alırsınızsa, fikrinizdən daşına bilərsiniz, bu smartfon kamera smartfonu deyil. Öndə olan kamera haqqında da danışıb yavaş-yavaş icmalı yekunlaşdıraq. Öndəki kameramız yenilənibdir və indi dəyəri 20 megapikseldir. 25 mm-lik genişliyi və f2.2 diafragma göstəricisi var. Təəssüf ki, autofokus dəstəyindən gəlmir. Bu səbəbdən təbii dərinlik olmur görüntülərdə. Performans smartfonu üçün pis kamera sayılmaz, amma heç olmasa 1080p 60 kadr saniyə sürəti video tərəfində versələr yaxşı olardı, amma onu da verməyiblər. Maksimumu 1080p 30 FPS-dir. Sonda bütün bu danışdıqlarımızı toparlayaq. Necə ki, Samsung orta segmentində premium gövdə, yaxşı kamera, uzun illər yenilənmə siyasəti, ağızı sistem təminatı ilə diqqətləri öz üzərinə çəkə bilirsə, Poco da bunları biraz əksik saxlayıb batareya və performansda diqqətləri üzərinə cəlb edir. Təbii ki, sistem baxımından Poco hələ ki Samsunga çata bilmir, stabil deyil. Lakin bu qiymətə belə performansda cihaz verməsi həqiqətən gözəldir və sizə deyim ki, ekranı da, dizaynı da uğurludur. Mən şəxsən bu ilin Redmi Note seriyasındansa Poco X7 Pro-nu alardım. Hər mənada üstün gəlir mənə. Son söz isə sizdədir. Sizcə bu qiymətə X7 Pro-nu almağa dəyərmi? Rəy bölməsində fikirlərinizi bölüşün və növbəti hansı smartfon haqqında icmal çəkək, onu da yazmağı unutmayın. Mən düşünürəm ki, bu iPhone 16i olacaq.